Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binəqə qəsəbəsində Savxoz arasında Xəyallar Adasının tam yaxınlığında görürsünüz dostlar. Binalar görünür buradan. Sizin üçün 7 sotda bir dənə şəxsi evinin çəkilişinə gəlmişik değerli dostlar. Keçən indi sizi evin özüyle tanış eləyim. Değerli dostlarımız 7 sotda belə bir şəxsi evdir. Kürsülü 153 kvadratlıq evdir dostlar. Tam zaborun içindədir, darvazası da hər bir şey yerindədir. İşıq sayğacı var değerli dostlar. Evimizin həyəti də çox qəşəng genişdir gördüyünüz kimi. Belə darvazasızadır, hər bir şey yerindədir. Ətraf yaşayışdır. Asfalt yoldan da ki 150 metr məsafədə. Değerli dostlar, daxil oluruq evin içərisinə. Girişdə belə bir holudur. Sol tərəfdə sanuzelidir. Maşallah 2 tane sanuzeli var dostlar. 2 tane sanuzeli var. Sağ solu sanuzeli. Biri məncə ayaq yoludur. Elə orada hamam tualetdir. Belə bir əlavə olaraq koridorumuzdur dostlar. Burada bir otaqdır. Sonra burada ikinci otaqdır. Otaqlarımız genboldur değerli dostlar. Üçüncü otaqdır. Bu dördüncü otaqdır. Yox, mətbəx də var dostlar, mətbəx. 3-4 otaq. Burada desəm mətbəx idi. Bura mətbəxdir dostlar. Mətbəximiz burada. Burada bizim qonaq otağımızdır değerli dostlar. Evimiz çoxdan evdir, şəxsi evdir. Həqiqətən də böyük evdir. 4 tərəfi də cüt daşdan tikilmiş evdir. Qiymət 58.000 manata deyilir. İnşallah gəldinizə real alıcı ilə danışıb razılaşma olar. Evimiz çox təcili olaraq satılır. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.